Sabah pensiyaların ödənilməsi tam yekunlaşdırılacaq. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə fevralın 20-sində güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərə də ödəniş ediləcək. Xatırladaq ki, bu il yanvarın 1-nə qədər təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3% indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq. CNTP Qlobal Reytinq Agentliyi Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib. Nəticədə bu sektorda sahəvi risk komponenti üzrə reytinq yaxşılaşdırılaraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirilib. İqtisadi risk komponenti üzrə proqnoz isə stabildən pozitivə dəyişdirilib. Bu qərarın verilməsi zamanı Mərkəzi Bankın son 3 ildə maliyyə institutlarını tənzimləməsi, nəzarətin modernizasiyası istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsi əsas olaraq götürülüb. Mərkəzi Bank tərəfindən 2024-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə siyasət konsepsiyası və bu konsepsiyadan irəli gələrək 2025-ci ildə risk əsaslı nəzarət üzrə təlimatı təsdiq edilmişdir. Qeyd olunan sənədlər əsasında bankların 2026-cı il üzrə nəzarət rejimi müəyyən edilmiş və cari ildən başlayaraq yeni risk əsaslı yanaşmaya uyğun nəzarətin tətbiqi həyata keçiriləcəkdir. CNTP-nin açıqlamasında vurğulanıb ki, region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstərici Azərbaycan banklarındadır. Agentlik 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində bank sektoru üzrə tənzimləmələrin təkmilləşdirildiyini də qeyd edib. Bu qərar bankların fərdi kredit reytinqlərinin yaxşılaşması üçün mühüm bir zəmin yaradır. Eləcə də investor etimadının artmasına, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının genişlənməsinə, müxbir bank münasibətlərinin möhkəmlənməsinə və bank sektorunun uzunmüddətli dayanıqlı inkişafına müsbət təsir göstərə bilər. Yeri gəlmişkən, CNTP 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin isə 10-12% intervalında olacağını proqnozlaşdırır. Əli Rizayev, Aytan Abdulova, ASTV İqtisadiyyat. SOCAR və Kanadanın Green Terra Enerji şirkəti arasında saziş imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, saziş Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünü əhatə edir. Sazişin şərtlərinə əsasən layihənin operatoru qismində çıxış edəcək şirkət 65% iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qvametrik məlumatların toplanması, 3D seismik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir. Saziş Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib. Şirkətin məlumatına görə yenilənmiş müqavilə Xəzər dənizində BP-nin idarə etdiyi 8 neft və qaz hasilatı platforması, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Mərkəzi Şərqi Azəri və Şahdəniz Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrinin idarə olunması, ambar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyalarının texniki xidmət üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir. 2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti 5 ildir. Sonra isə 3 dəfə 1 illik müddətdə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər 3 uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard dollardan çox ola bilər. Dünya bazarlarında neft bahalaşıb. Azerlight markalı Azərbaycan neftinin 1 barel olan qiyməti $2.03, yəni 2,95% artaraq $70.95 sentə çatıb. Brent markalı neftin də qiyməti 13 sent bahalaşaraq $70.48 olub. New Yorkun NYMEX birjasında light markalı neftin qiyməti isə 19 sent artaraq $65.38 sent təşkil edib. Həftənin əvvəlində 0,9% ucuzlaşan neftin qiymətinin artması geosiyasi proseslərlə əlaqələndirilir. Amerika Birləşmiş Ştatları, İran və Rusiya-Ukrayna arasında aparılan danışıqların nəticəsiz qalması yaxın gələcəkdə ixracda problemlərin olacağı ehtimalını artırıb. Bu da bazarda qiymətlərin yüksəlməsinə səbəb olub. Bir vaxtlar həyatın qaynadığı Havana küçələri indi boşdur. Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi embargonun sərtləşdirilməsi ölkədə ciddi enerji böhranı yaradıb. 2 aydan çoxdur Kubaya xam neft ixal olunur.
Bu səbəbdən yanacaq sırf zəruri ehtiyaclar üçün saxlanılır. 10 gün əvvələdək hər avtomobilə 10 litr yanacaq verilirdisə, indi onu tapmaq da müşkülə çevrilib. Yanacaqla bağlı vəziyyət ağırdır. Əvvəlki vaxtdan daha ağır. Əvvəllər yanacağı peso və dollarla əldə etmək mümkün idi. Amma indi yox. Talon tətbiqindən sonra norma yenidən azaldılıb. Yanacaq böhranına görə bir həftədən çoxdur Havana küçələrində zibil də yığışdırılmır. Bu da sanitariya böhranı riski yaradır. Aviaşirkətlərə isə yanacaq götürmək üçün başqa ölkələrdə məcburi texniki eniş etmək tapşırılıb. Ölkə rəhbərliyi əsas gəlir mənbəyi olan turizmi imkan daxilində davam etdirməyə çalışır. Yanacaq böhranı Kubada elektriklə işləyən nəqliyyat vasitələrinə marağı artırıb. Lakin bu sahədə də vəziyyət ürəkaçan deyil. Ölkənin bütün ərazisində enerji böyük fasilələrlə verilir. Yanacaq qıtlığı və Sovet mühəndislərinin 70-ci illərdə tikdiyi stansiyaların resursunun bitməsi vəziyyəti daha da ağırlaşdırır. Vüqar Ələskərov, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib. Sanksiyalar paketinə enerji, maliyyə xidmətləri və ticarət sahələri daxil olunub. Enerji sahəsindəki sanksiyalara Rusiya xam nefti üçün tam dəniz xidmətləri qadağasının tətbiqi, kölgə donanmasına daha 43 gəminin əlavə olunması və mayeləşdirilmiş təbii qaz tədarük edən tankerlərlə buzqıranlara texniki xidmətin məhdudlaşdırılması aiddir. Maliyyə sahəsində isə regional bankların sanksiya siyahısına salınması, kriptovalyuta vasitəsilə yayınmaq kanallarına qarşı tədbirlərin genişləndirilməsi planlaşdırılır. Rusiyanın əlavə 20 regional bankı sanksiya siyahısına salınır. İkincisi isə son dövrlərdə öz inamını itirsə də belə sanksiyalardan yayınmaq kanalı kimi istifadə olunan kriptovalyuta platformaları və bu platformalarda ticarət edən şirkətlər və birjalara qarşı sanksiyalar tətbiq olunacaq. Paketə sanksiyalardan yayınmağa qarşı ilk dəfə əks tədbirlər alətinin aktivləşdirilməsi də salınıb. Bu sanksiyalarda həmçinin də belə deyək, anti-circumvention tool, yəni əks tədbirlər aləti də nəzərdə tutulur. Deməli, burada bu ölkələrə rəqəmsal idarəetməli dəzgahlar və radio avadanlıqlar kimi həssas ikili istifadəli malların ixracı qadağan edilir. Əsas məqsəd odur ki, bu malların üçüncü ölkələrə satıldıqdan sonra onların Rusiyaya yönləndirilməsinin deməli, həmçinin qarşısı alınsın və Rusiyanın hərbi sənaye kompleksi və texnoloji sektorunda bu məhsullara çıxışı dayandırılsın. Avropa Komissiyasının məlumatında sanksiyaların təsirinin artıq hiss olunduğu, Rusiyanın neft-qaz gəlirlərinin 2025-ci ildə 24% azalaraq son 5 ilin ən aşağı səviyyəsinə düşdüyü, faiz dərəcələrinin 16% səviyyəsində qaldığı, inflyasiyanın isə yüksək olduğu bildirilib. Komissiya üzv dövlətləri yeni sanksiyaları sürətlə təsdiqləməyə çağıraraq bu addımın müharibənin 4-cü ilində güclü siqnal ola biləcəyini vurğulayıb. Elnurə Hüseynli, Ramilə İsayeva, ASTV İqtisadiyyat. Amerika fond bazarlarında Dow Jones indeksi 0,26% artımla 49.663, S&P 500 indeksi 0,56% artımla 6.881, Nasdaq indeksi 0,78% artımla 22.754, Yaponiyanın əsas fond indeksi Nikkei 225 isə 0,71% artımla 57.547 bəndə qədər yüksəlib. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,74% azalma ilə 10.612, Almaniyanın DAX indeksi isə 0,96% azalma ilə 25.057 bəndə qədər enib. Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərdə azalma qeydə alınıb. Bazarın lideri olan Bitcoin $896 dəyər itirərək 66.891 dollar səviyyəsinə enib. Ethereum 1,48% ucuzlaşaraq $1965 qərarlaşıb. Binance Coin-də isə enmə 1,91% olub ki, nəticədə kriptovalyuta $607 təklif edilib.